Bugün saat 7'de Azərbaycan Sierra Leone FIFA seriyasının ikinci oyunu Sumqayıtda keçiriləcək. Bir neçə gün bundan qabaq həmin stadionda Azərbaycan Saint-Lucie üzərində tarixində ən böyük hesabla qələbəni qazanmışdı. 6-1. İndi görək Sierra Leone ilə necə oynayacaqlar. Bizim futbolçularımız Afrika komandaları ilə çox az görüşüblər və ümid edək ki, bu dəfə qələbə bizim olacaq. Hər halda oyundan bir gün qabaq Ayxan Abbasov bunu elan etdi ki, komanda əlindən gələni edəcək ki, Sierra Leone qalib gəlsinlər. Rəqibin heyətindən o qədər də böyük məlumatımız yoxdur. Ancaq onu bilirik ki, həmin heyətdə bir çox futbolçular var ki, Avropanın klublarında oynayırlar və zəif klublar da deyil. Sadəcə olaraq bizim futbolçularımız necə oynayacaqlar və heyət necə olacaq, onu demək çox çətindir. Çünki Ayxan Abbasov heyəti dəyişəcək. Amma kimin əvəzinə kim, onu ancaq oyun günü biləcəyik. Biletlər haqqında hələ ki informasiyamız yoxdur. Amma stadionda boş yerlər var və azarkeşlər çox yaxşı olardı ki, bu dəfə stadionu doldursunlar və biz daha maraqlı oyun gözləyək. Ümid edək ki, yağış olmayacaq və necə deyirlər, millimiz yenə də qələbə ilə bizi sevindirəcək. Hamı saat 7-də Sumqayıta.